Salam gözəl və əziz insanlar, xoş gördük hər birinizi. İnşallah bugünkü mövzumuz budur. Batini təfsir və Allahın sirri. Batini təfsir və Allahın sirri. Niyə batini təfsir və Allahın sirri? Çünki Sünni və Şiə insanları Qur'andan döndərib, öz nağıllarını, hekayələrini, əfsanələrini sarmaq üçün belə bir metoddan istifadə edirlər. Qur'an zahiri ilə baxılmaz. Qur'anın batini təfsiri var. Nədir qardaş bunun batini təfsiri? Bu batini təfsiri şiələrdə belədir. Mən sizə misallar verəcəm, kitablara göstərəcəm. Batini təfsiri belədir. Qur'anın bütün batininin təfsirində hamısı imamlardır. Hamısı imamlardır. Hansı ayənin zahirinə baxma. Ayədə mövzu başqa olduğu halda ayənin batinindən necə imamı çıxardılar bilinmir. Bunun əslində kökəni var. Kökəni mən sizə deyəcəm. Kökəni əslində pagan, gnostik, mistik inanclarda gəlir. Pagan, gnostik və mistik inanc. Mistik inanclarda bəzi belə gizlin şeylərdən danışırlar. Gizlin şeylərdən danışırlar. Məsələn, mən indi sizə bu mövzunu belə deyək, giriş hissəsini daha yaxşı başa düşməsi mənim daha öncəki videolarım var. Kimdir bu qəlbi qapalılar? Kimdir bu qəlbi qapalılar? Mütəşabih ayələr barədə mövzudur ki, orada mütəşabih ayələr nə deyirlər, tərcümə edirlər, mənası başa düşülməyən. Görün, insanları Qur'andan döndərmək üçün nə edirlər? Mənası başa düşülməyən ayə. Batini təfsir. Ayənin batini təfsiri var. Qarama qarşı Qur'anda ayə bir-birini nəsx edir. Baxın, siz başa düşməz, Qur'anı ancaq şeyxlər, mollalar, ağalarımız başa düşər. Bu yollarla, bu üsullarla insanları Qur'andan döndərirlər. Məsəl üçün, mən sizə indi göstərəcəm, misallarını göstərəcəm kitabda. Baxın, usul kafi. Burada, məsələn, özünüz də saxlayıb baxadır. Burada şeydir, kitabın içindəki adlardır. Fəsillərin adları. Fəsillərin adları. Mən sizə indi buradan oxuyacağım. Gözünə baxın, fəsillərin adlarına baxa bilərsiniz. Rahat saxlayıb baxa bilərsiniz. Burada da baxa bilərsiniz. Burada da var. Deməli, bu fəsillərin adları nədir? Baxın, Qur'anın bütün ayələrində yazırlar ki, imamlardır. İmamlardır. Əzzə və Cəllə olan Allahın kitabını zikr etdiyi ayələr imamlardır. İmamlar yerin təməlləridir. İmamlar Allah Əzzə və Cəllə nurudur. Allahın qulları arasında seçdiyi və kitabın varisəti kəsilən imamlardır. Allahın kitabı budur, ibrət alanlar imamlardır. Elmin varisləri imamlardır. Elmin dərləşənlər imamlardır. Zikr əhli imamlardır. Bütün ayələr, bütün fəsillər imamlardır. Bütün. Bunun kökəni mistik insanları, baxın, onlara tapındırmaq üçün belə. Mən sizə göstərəcəm. İnsanlar niyə gedib onların qəbirlərinə tapınırlar? Niyə Allahın ardından onları çağırıb onlara yalvarırlar? Mən sizə göstərəcəm. Bu, bütpərəst, pagan, mistik inanclardan oğradığı inanclardır ki, onlardan oğrayıblar. İnsanlara sırrayırlar. Bunlar haqqında kitablar var. Daha yaxşı, məsələn, həmişə mən sizə göstərdiyim bir kitab var. Saadəddin Merlinin kitabı var. İslamın Pavlusları 1. Əsas birincidir. O birinci təsaffuflar haqqında. Bu təsaffuf inancıdır. Bunlar hamısı təsaffufçulardır. Bütün hamısı bu təsaffufdur. Sünni, şiə fərq eləmir. Bunlar hamısı bütpərəst, mistik dinlərdən oğurlamış etiqadlardır. İnsanları allatmaq üçün. İnsanları allatmaq üçün. İndi mən sizə misallar verəcəm. Özünüz də buna şahid olacaqsınız. Çünki bunlar Quran ayələri görəndə ayələrdə belə üz döndərlər insanları. Deməli, nədir? Birinci, mən bu hədisi oxuyum. Deməli, oxuyacağımız indi hədis Usul Kafinin, deməli, Hüccət kitabının 35-ci babının 2-ci hədisi. 35-ci babının, deməli, 2-ci hədisi. 35-ci babının 2-ci hədisi. Siz gələ birinci bunu hazır qoyadım. Baxın, belə olmayın. 35-ci babının 2-ci hədisi. 2-ci hədisi. Bax, bu hədis. Baxın, deməli, babın adı nədir? Vəh etdiyi kimi Quranın hamısını ancaq imamlar toplamışlar və onlar Quranla əlaqədar hər şeyi bilirlər, fəslər. Hər şeyi bilirlər. 2-ci hədis, bax, bu hədis. 2-ci hədis. Özünüz də saxlayıb oxuya bilərsiniz. Baxın, bu hədis.
Hədisdə deyir ki, Əbu Cəfər Muhammed Baqir əleyhissalam belə dediyini rəvayət etmişlər ki, vəsiyyəti yerinə yetirənlərdən başqa heç kim Qur'anın bütün zahirini və batini, mənalarını bildiyini, bütün Qur'an ilminə yiyələndiyini iddia edə bilməz. Demək, İmam deyilmiş ki, Qur'anın zahiri və batini var. Onlardan ancaq biz bilirik də, başqa heç kim bunları bilmir. Baxın, şiələrdə belə bir şey var. Qur'anın batininə, əgər onların dinlərində batına düşürsə, nə belə çıxır? Qur'anda nə qədər gözəl ayələr var. Allahın möminləri vəsf etdiyi, tərif etdiyi ayələr var. O ayələrin batininin hamısından Əhl-i Beyt imamları çıxardılar ki, burada imamdan danışır. Ayənin batini imamdır. Hətta elə mistik şeylər çıxardılar ki, mən sizə onları göstərəcəm. Hansı ayədə Allah fuhuşdan danışır, fuhuş işlər, çirkin işlərdən danışır, bu ayədə Ömər və Əbu Bəkirdir. Mən sizə göstərəcəm. Baxın, bir ayənin batinindən danışır. Deməli, Hədid surəsinin 23-cü ayəsinin və təfsirini biz indi oxuyacağıq. Deməli, oxuyacağım hədis indi, Deməli, Usul Kafinin yenə də Usul Kafinin Hüccət kitabının 41-ci babı, Qədir surəsinin təfsiridir. Bu 2-3 vərəq bir hədisdir. Yəni, uzun bir hədisdir. Bu hədisin mövzumuzda aydın hissəsi var. Baxın, bu hissə. Bu hissədir. Deməli, nədir burada? Mən sizi bunu oxuyum, sonra ayəni oxuyacağım. Deməli, deyir ki, imamla sual cavab verirlər. Deyir ki, indi sən mənə sizin əlinizdən çıxana kədərlənməməniz üçün Hədid 23 ayəsinin açıqlamasını söylə. İmam Baqir buyurdu. Bu ayə Əliyə işarədir. Əliyə məxsus işarədir, xüsusi məxsus işarədir. Sizə gələn neymətlərə fərəhlənməməniz üçün Hədid 23 ayəsində Əbu Fulan və yoldaşla əlaqədardır ki, biri əvvəl, digərisi sonradır. Sizin əlinizdən çıxana kədərlənməyəsiniz üçün Hədid 23 ayəsi, yəni təkrardır, Əliyə məxsusdur. Sizdən gələn neymətlərə fərəhlənməməniz üçünsə, Rəsulullahdan sonra qarşına çıxan fitnəyə işarə edir. Kişi dedi ki, şahidi gedirəm ki, siz içinizdə ixtilaf olmayan hökmün sahibisiniz. Sonra qalxdı və getdi, onu bir daha görmədi. Nə deyir burada? Deyir ki, bu ayəni çarpıdıb, Hədid 23 ayəsini çarpıdıb. Burada bir ayədə Əlidən və Ömərdən, Əbu Bəkirdən danışır ki, o ayədə fitnələrdən danışır. Bəs Peyğəmbərdən sonra çıxacaq fitnələrdən danışır. Halbuki ayədə mövzu deyir, qardaşım, heç uzaqdan, Quran elə şeylərdən danışmır, Quran onlardan danışmır. Ayədə nədən danışır? Demək, nədir burada? Sizin əlinizdən neymətlərə fərəhlənməniz üçün Əbu Fulan və onun birinci, əvvəl və sonra gələn, yəni Əbu Bəkir Ömərdən, şiələrdə bu da birinci və ikinci deyən kimi onlardır. Onların intiqadına budur. Sizin əlinizdəki çıxana kədərlənməniz bu Əliyə məxsus işarədir. Görə əslində ayədə nədən danışılmış? Hədid 22-23 oxuyuruq. Yer üzündən baş çevirən, sizin başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o qanunlar şəklində yazılmış olmasın. Şübhəsiz ki, Allah üçün çox asandır. Allah bunu, indi onun səbəbini deyir. 23-də onun səbəbini deyir. Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və sizin verdiyinizə həddini artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özündən öyünəni sevmir. Ayədə nədən danışır? Yer üzünə baş verən, başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o qanunlar şəklində yazılmış olmasın. Şübhəsiz ki, bu Allah üçün çox asandır. Baxın, Allah nə deyir? Bu ayəni çarpıdırlar. İnşallah qədər mövzusunu, bir xüsusi qədər mövzusu, alın yazısı deyirsiniz. Onun üçün mövzu lazım, bu ayəni çarpıdılmış ayələrdən biri budur. İndi yadmışdır ki, bu ayəni nədən danışır Allah Taala? Deyir, başınıza gələn elə bir hadisə yoxdur ki, biz onu yaratmamışdan öncə onun qanunlar şəklində yazılmış olmasın. Yəni nə? Sizin başınıza gələn həyatımızda bütün hadisələr səbəb nəticəni, yəni qanunlar şəklində baş verir. Məsəl üçün, biz avtomobillə gedirik, sürətli getdiyimiz üçün bir qəza törədik, yaradığını xəsarət alırıq. Siz buna görə Allaha fəryad elə bilirsiniz, elə bilmirsiniz. Niyə? Çünki qanun şəklində baş verdi o. Sən sürət həddini aşmasaydın, bu beləsinə bu hala gəlib çıxmasın. Hər şey qanun şəklində. Bir yarpaq belə ağacdan düşürsə, nə olur? Qanun şəklində olur. Bu qanun şəklində. Bir insan ölürsə, dünyaya gəlsə, hər şey qanun şəklində olur. Buna biz nə deyirik? Səbəb, nəticə. Səbəb, nəticə. Sənin başına gələn hadisə nəticədir. Onun qanun şəklində yazılması sizə onun şeydir. Onun səbəbidir. Səbəb, nəticə. Hər şey səbəb, nəticə çərçivəsində olur bizim həyatımızda. Başımıza gələn hər bir hadisə
qanun şəklində Allah bunu yazıb. Qanun şəklində ki, hər şey qanun çərçivəsində baş verməli. Bir yarpaq bir ağaca düşürsə, bu qanun çərçivəsində olmalıdır. Bax, Allah bunu burada baş. Düzdür, orada kətəbə sözünü, yazmaq sözünü yanlış tərcümə edirlər ki, Allah bizim üçün yazıb. Belə bir şey yoxdur. Allah da kətəbə yazmaq deyil. Yəni, belə yazmaq deyil. Kətəbə qanun şəklində yazmaqdır. Məsələn, Siyam ayəsi, Oruz ayəsi, Bəqərə 183. Allah sizdən öncəkilərə yazdığı kimi sizə də siyamı yazdı. Siyamı yazdı. Nə yazdı? Qanun olaraq, qanun şəklində Allah onun qanunlarını yazıb ki, siyam nədir? Siyama necə əməl etmək olar, necə riayət etmək olar? Qanun şəklində yazmağa deyirlər bana. Qanun şəklində yazmaq, yoxsa alın yaz deyə bir şey yoxdur. İnşallah bunu qədər mövzusunda sizə deyəcəm. Nəysə, mövzu budur, keçirəm bunu. Yəni, sözümün canı nədir? Sözümün canı budur ki, görün, ayədə nədən danışır? O ayələrə hara çarpıdırlar? Bu bir misal. Gəlik növbəti misal. Görün, artıq mistik inanclara keçirik. Deməli, Hüccət kitabının yenə də 17-ci babının 1-ci, 2-ci, 3-cü hədisi. 17-ci babının 1-ci, 2-ci, 3-cü hədisi. Nəhl surəsinin 16-cı hədisi. Baxın bu hədis. Bu, bir də bu bab buradadır. Bir səs də buradadır. 3 hədis, üçü də bu bab hamısı eyni məzmunlu hədislərdir. Bu eyni məzmunlu hədisi üçündə belə deyir. İmam Rıza və İmam Cəfərdən rəvayət edirlər ki, Nəhl 16 əlamətlər yaratdı. İnsanlar ulduzlar vasitəsilə getdikləri yolu müəyyənləşdirir. Nəhl 16 ayəsinin mənasının haqqında soruşdular. İmamlar deyir ki, ayədə əlamətlər imamlar, ulduzlar isə Rəsulallahdır. Ona görə deyir, hədisdə öldürürlər ki, mənim əhl-i beytim, ailəm ulduzlar, göydəki ulduzlar kimi kim onların ardına geçsin. Niyə? Çünki bu ayədə çarpıdırlar axı. Orada nə deyir? Ayədə əlamətlər, imamlar, ulduz isə Rəsulallahdır. Görək ayədə nədən danışır? Oxuyuruq ayəni. Allahın əlamətlərini sayır orada. O sizi silkələməsin deyə yer üzündə möhkəm dağlar və düzgün səmt görürsəniz deyə çaylar və yollar yaratdı. Əlamətlər yaratdı. İnsanlar ulduzlar vasitəsilə getdikləri yolu müəyyənləşdirirlər. Yolu müəyyənləşdirirlər. Heç yarada bilməyən kim ola bilərmi? Düşünün, ibrət götürməyəcəksinizmi? Görün, Allah ulduzlardan, başqa şeylərdən danışır ki, dağlardan danışır. Bunlar Allahın nişanəsidir, Allahın əlamətləridir. Sizin üçün yaradıb. Bunlar neyinirlər? O əlamətlərdir, ondan danışmır Allah. İmamdan danışır. Niyə? Çünki Quranda onlardan söhbət getmir axı. Neynəsin? Necə insanları aldatsın ay qardaş? Necə insanları aldatmalıdır bu? Beləsini aldatmalıdır. Belə aldadırlar insanları. Said Nursi də belə aldadır, Cübbəli də belə aldadır. Sonra Fəthullah Gülen də belə aldadır. Bəyazlı Bistami də belə aldadır, Mənsuri də belə aldadır, Cəlil Rumi də beləsini aldadır. Nə bilim, Muhyiddin İbn Arabi də belə aldadır. Bir dənə Said Nursi'nin kitabını oxuyun, görün nəsir. Deyir ki, o deyir ki, bax, beləcə insanları aldadır. Deyir, Qur'anda nur qavramı keçirən, nur qavramı. Nur qavramı mənim təriqətimdir. Quran nur deyəndə nurçuları nəzərdə tutur. Nurçuları nəzərdə tutur, yəni bizi nəzərdə tutur. Baxın, insanları belə aldadırlar. İnsanlar mistik inanclardır, pagan inanclar, bütpərəst inanclardır bunlar hamısı. Bunlar hamısı onlardan gəlib. Növbəti. Deməli, Höccət kitabının 18-ci fəslinin 18-ci fəslinin 1-ci ayəsi, 101-ci Yunus surəsinin 101-ci ayəsi təfsiri. Baxın bu. Babın adı nədir? Allah və Əzzə və Cəllə olan Allahın kitabını zikr etdiyi ayələr imamlardır fəsli. Birinci hədis. Yunus 101. İman gətirməyənlərə ayələrin xəbərdarlıq və öyüd nəsihətlər heç bir faydası yoxdur. Baxın, ayət nədir? İman gətirməyənlərə ayələrin xəbərdarlıq və öyüd nəsihətlər heç bir faydası yoxdur. Ayəsinin mənasını soruşdu, buyurdu, ayədə məqsəd əhl-i beyt imamlardır, xəbərdarlıq edənlərsə imamlardır. Xəbərdarlıq isə peyğəmbərlərdir. Ayədə ondan danışır. Ayədə o əvvəlki xalqlarda misallar çəkir Allah orada ki, onlara xəbərdarlıqlar, ayələr heç bir fayda etmir. Burada heç imamlar, o əvvəlki xalqlara, bunlar orada yaşayırdılar bəyəm. O dövrdə yaşayırdılar bəyəm onlar orada.
Bu ayələr ümumiyyətcə gələndə bu imamlar dünyaya gəlmişdimi? Bir əli vardı. O digərləri də uşaqlar idi hələ. Yəni tarixlə baxsa onlar uşaq idilər hələ burada. Əvvəlki xalqlara bunlardan danışır bəyəm. Niyə ayələrə çarpıdırsınız? Niyə ayələrə baxın? Sonra deyirlər ki, götürüb Fəthullah Güləzar pis deyirlər, Said Nursi pis deyirlər, nə bilim Cübbi. Ay qardaş, pis deməyin onları. Pis deməyin onlar. Onlar sizin etiqadınızı şey eləyirlər də. Niyə pisdir? Siz eləyirsiniz, onlar elə niyə pis olsun ki? Siz beğenirsiniz, yaxşıdır, onlar eləyirlər pisdir. Ya bir dəfəlik bunlar rədd elə ki, ay qardaş, bu oğurlanmış başqa şeylərdən, dinlərdən oğurlanmış nağıllardır, gətirib sırayıblar. Ya bunu qəbul edin. Bunu bir dəfə bunlar rədd edin. Ya da onlar eləyəndə onları niyə qınırsınız ki siz? Niyə qınırsınız da onları? Onlar sizinki nə elədiyinizi eləyir. Başqa bir şey eləmirlər ki. İndi gələk bütpərəstliyə. Görün. Görün insanlara necə şey eləyirlər. Demək, indi oxuyacağımız hədis Usul-i Kafinin Tövhid kitabının 24-cü babının 4-cü hədisi. Tövhid kitabının 24-cü babının 4-cü hədisi. Görün nə deyir orada. Ərəf surəsi 180-ci ayəsini bilirsiniz də, ən gözəl adlar Allahındır. Allaha o adlarla çağırın. Baxın, birinci mən ayəni oxuyum, sonra görün bu hədisdə nə deyir. Görün, bunlar bu ayəni nə günə qoyublar. Ona görə bunlar bu bitpərəstliyi eləyirlər. Deməli, ayədə deyir ki, Allah Əraf 180. Oxuyuruq bərabər. Ən gözəl adlar Allahındır. Onu bu adlar vasitəsilə dua edin. Ona bu adlar vasitəsilə dua edin və onun adları barəsində haqdan sapanları tərk edin. Haqdan sapanları nə barəsində? Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını verəcəklər. İndi bu hədisi oxuyuram. Deməli, Höccət kitabını, Tövhid kitabı, Tövhid kitabı 24-cü babının 4-cü hədisində. Belə deyir. Deməli, Muaviyə ibn Əbdullah Cəfər Sadiq əleyhissalamdan Əraf 180-də soruşur ki, ən gözəl adlar Allahındır, onu bu adlarla çağırıb dua edin. Əraf 180 ayəsilə əlaqədar olaraq belə rəvayət etmişdir. İmam görün nə deyir? Baxın, özü bu hissəni yazım ki, ən gözəl adlar Allahındır, ona bu adlarla çağırıb dua edin. Bu hissəni soruşur. Deyir ki, Allaha and olsun ki, imam deyirmiş ki, Allaha and olsun ki, bizik Allahın ən gözəl adları. Bizik Allahın ən gözəl adları. Son qardaş, bunlar niyə bütpərəstlik eləməsin ki? Niyə eləməsin ki? Sizə deyir ki, qardaş, sizin etiqadınız şamanizmdən gəlib. Sizin etiqadınız hinduizmdən gəlib. İnanmırsınız, baxın. Baxın, ona görə Qur'anda dəfərlə Allah'a dediyi min dunihi, min dunillahi dəfərlə təkrar ki, Allahın ardından çağırdıqlarınız, Allahın ardından dua etdikləriniz, onun ardından çağırdıqlarınız, onun ardından dua etdiklər. Biz onun ardından başqa çağırmır ki, bizim hədisimiz vardı. İmam deyir ki, bizi çağıra bilərsin, ən gözəl adlar bizikdədir. Bizi çağırın deyir. Ən gözəl adlar bizik. Allaha and olsun ən gözəl adlar bizik. Ona görə onlara eləyirlər. İnsanlara baxın, Allah öz adlarını, ayədə nə edir Allah? Allahın adları başda sapanlar. Allahın ayəsinin adlarını görüncə saptırırlar. Görün insanca bütpərəstliyə aparırlar. Ardınca nə deyir? Belə ki, Allah bizim imamlığımızı qəbul etməyən heç bir qulun əməlini qəbul etməyəcək. Bundan qabaqçılar imamat tanıyırdılar da. Tanıyırdılar da Əlini, Hüseyni, Fatiməni, onlar hamısı tanıyırdılar da onlara. İmam Cəfər tanıyırdılar şeylər, ondan əvvəlkilər. Tanıyırdılar. Bu nə oldu? Batini təfsir. İnsanları bax beləsinə anlatırlar. İnsanları beləsinə insanlara tapındırırlar. Deməli, bu batini təfsir hardan gəlir? Mən sizə oxuyum. Onun mən şeyini oxumadım. İnşallah burada bir dənəsini oxuyacağım. Bunun başqa birində xumus mövzusunda da eyni belə bir şey var. Aylar orada da buna toxunacağım. Deməli, mənim qəhrəmanım Pavlus Qalatiyara məktub yazır. Qalatiyara məktub yazır. O məktubun 4-cü fəslində 21-ci cümlədən 21-31 cümlə arası. 21, 22, 23, düz 31-ə kimi. Qalatiyara məktubun 4-cü fəsli. Görün nədir? Diqqətlə qulaq asın. Bunun çox belə misallar var. Burada birini verəm. Bu biri başqa mövzusudur. Onu burada misal verməyəcəm. Onu inşallah Xumus mövzusunda misal verəcəm. Demək 21-ci cümlədə 31-ci cümləyə oxuyuram. Görün nədir? Ey qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm.
qanunun nə dediyini eşitməmisinizmi? İbrahim iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu isə azad qadından doğulmuşdur. Cariyədən doğulan bəşər arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdur. Burada bir məcaz var. Çünki bu qadınlar iki əhdi təmsil edir. Biri Sina dağındadır, köləlik üçün uşaq doğur. Bu Həcərdir. Həcər Ərəbistandakı Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki Yerusəlim övladları ilə birlikdə köləlikdədir. Səmavi Yerusəlim isə azaddır. O bizim anamızdır. Çünki yazılır, şənlər ey sonsuz qısır qadın, sevinci mahnını oxu qışqır, ey doğuş ağrısı çəkməyən qadın. Çünki atılmış qadının övladları, ərli qadın övladları çoxdur. Siz isə qardaşlar, İshak kimi vədə görə doğulan övladlarsınız. Amma o zaman bəşər arzusundan doğulan şəxs ruhun gücü ilə doğulan şəxsi necə təqib edirsə, indi də belədir. Bəs müqəddəs yazı nə deyir? Cariyəni və onun oğlunu qov. Çünki cariyənin oğlu azad qadının oğlu ilə birgə varis olmayacaq. Buna görə də qardaşlar, biz cariyənin deyil, azad qadının övladlarıyıq. Deməli, Pavlus nə deyir burada? Deyir ki, onlar əslində təmsildir, təmsil. Məsəl. O deyir ki, İbrahimin ailəsi məcazdır, məcaz. Əslində İbrahimin Həcər deyə və yaxud Sara deyə bir qadın olmayıb. Uşaqlar olmayıblar. Onlar məcazdır. Təşbihdir onlar. Yəni bənzətmədir, bir məsəldir, təmsildir onlar. Elə bir şəxslər yoxdur əslində. Bunun başqa misalları da var. Tövrat təkvirində o deyir, öküzün ağzını bağlama. Orada belə bir cümlə keçir ki, öküzün ağzını bağlama. O deyir, orada öküzdən danışmır, orada deyir, məndən danışır. Ki, siz mənə pul verin, mən sizin pulunuzdan dolanım, yaşayım. Ona görə bizimkidə xumus yığılar. İnşallah xumus mövzusuna gələcəm. Yəni, siz görürsünüz bu batini təfsir, insanları necə anladılar. Burada nə deyir? Burada əslində məqsəd var. Vədə görə, biri vəddən doğuldu, biri isə şeyə görə, dünyəvi istəyənə görə doğuldu. Niyə? Çünki burada məqsəd odur ki, İsa'nın tanrılığını, İsa'nın qayçı zuhurunu, Məsih inancını Pavlus insanlara sırmaq üçün bunun başqa yolu yoxdur. Onun bircə yolu vardı ki, Pavlusun İncili oxuyun görəcəksiniz. Onun bircə yolu var orada ki, Tövratdakı ayələri təhrif eləmək. Çünki niyə? O Yahudilərə Məsihi etmək üçün neynirdi o? O məcburən Tövratın ayələrini çarpıtmaq ki, ey Yahudilər, baxın burada Məsihdən danışır. O qədər neynirdi? Burada deyir ki, orada Sara, Həcər, biri cariyəlik, biri azad qadındandır. Bir azad qadının övladları. Niyə? Çünki azad qadın da Allahın vədi ilə doğulandı. Allahın vədi kimdir? İsa Məsih. Allah onu vəd edib. İsa Məsih, şiələrin vədi kimdir? Mehdi. Baxın, insanlar bax, eyni metod. Pavlus nə edirdi? Tövratın ayələrini məcburən başqa yola öyrədir. Tövratın ayələrini, mən sizə misallar verəcəm qabaq videolarda inşallah ki, Pavlus necə Tövratın ayələrini təhrif edir. Ayələri bağlamından çıxardır, insanları Məsihi etmək üçün, insanları İsa'ya tapındırmaq üçün onlardan istifadə edir. Mistik inanclara yol olur. Deyir, burada məcazdır, burada ondan danışır, burada bundan danışır. Burada nə edirlər? Quran ayəbə burada əslində biz imamlardan danışır. Yəni, bu gördüyünüz ki, şey hardan gəlir? Batini təfsir. Keçək sir. Sir, lədun ilmi. Burada biraz çox danışmayacağım lədun ilmi var, az danışacağım. Deməli, şey nədir? Deməli, indi oxuyacağım Hüccət kitabının 46-cı fəsil. 46-cı fəsil, surətdə bunu açaq. 46-cı fəsil. 46-cı fəsil. Birinci bu hədisi oxuyayım. 46-cı fəsil. Baxın, imamlar bir şey bilmək istədikləri zaman onlara öyrədilər fəsli. Bax, yoldaşımız da yine altından qırmızılı. Bax, bu 3 dənə hədis var. Üçü də eyni məzmundadır. Üçünün məzmununda hədisi belədir. İmam bir şeyi bilmək istədiyi zaman onu öyrədilir. İmam bir şeyi bilmək istədiyi zaman onu öyrədilir. İmam nəbidir. Ya nədir bu? İmam bir şeyi bilmək istədiyi zaman onu öyrədilir. Bu etiqad dediyim kimi şeydə keçib. Sadəcə orada deyir ki, mən bir şey bilmək istədiyim zaman mənə öyrədilir. Ona mən yanılmaram, tərəddüd etmərəm, xəta etmərəm, heç bir şey etmərəm. Çünki baxın,
vəhiy gəlir də, bunlar vəhiy gəlir. İmam bir şey bilmək istədiyi zaman ona öyrədilir. Fəslin adı beləcə olsun. Sonra nədir? 15-ci Hüccət kitabının 15-ci babının 2-ci hədisi. Ora mən qeyd eləmişəm mən. 2-ci hədis. 2-ci hədisdə görə nədən danışır? Birinci hədis. 2-ci hədisdə nədən danışır? Allah imamın ruhu ilə. Burada deməli imamın şeyini sayır, sifətlərini. İmamın vəsfləri ki, imam necə olmalıdır? Allah imamın ruhu ilə dəstəklər, ona elmini verər. Bu cümlə görə hardan başlayır? Bu hədis 2 hədisdir. Burada bu hədislər, hədis uzun hədisdir. Bunun buradadır. Bölümdədir. Sirrini ona əmanət edər. Sahiblər onu yol göstərən qulluq ölkələri onları hardadır o sirrini ona əmanət edər burada. Bax, tapdım. Baxın bu hissədə. Baxın bu hissədə. Baxın, sirrini ona əmanət edər. Bax bu hissəni. Bu hissəni bir dənə istəsiniz oxuya bilərsiniz. Deməli, o gəlir harada? İmamın fəziləti və sifəti ilə xüsusi və əhatəli bir fəsil. 15-ci fəsilin 2-ci hədisindədir. Baxın, 2-ci hədisi 520-ci hədisin buradadır, o hissəsindədir. Burada mövzumuza aydın hissəni oxuyun. Görün nədir? İmam Allah imamı ruhu ilə dəstəkləyər. Ona elmini verər. Haqqı ilə batıl tam olaraq ayıran açıqlamanı ona bildirər. İmama bildirir. Ancaq imama sirrini, Allah öz sirrini ona əmanət edər. Sirrini ona əmanət. Allahın sirri var da. Nədir o sir? Mən sizə deyəcəm. Sirrini ona əmanət edər. Böyük əmirlər üçün onu seçər. Tam ayırt edən ilmini ona öyrədər. Onun qulları üçün bir işarə, bir bayraq olaraq aydınlaşdırır. Aləmlərdəki varlıqlar üçün onu bir hüccət olaraq təyin edər. Dəlil yəni. Onun dində mənsub olaraq üçün bir işi, qullarının başına bir qaim olaraq vəzifələndirər. Allah onlar üçün imam olaraq ondan razı olaraq sirrini, bir təkrar sirrini ona əmanət edər. Onun elminin qoruyanı, hikmətini saxlayanı, dinin istiqamətləndirəni edər. İndi bunu hardan gəlib? Bir də mən onu sizə oxuyum. Deməli, mənim qəhrəmanım Pavlos, Efeslərə məktub yazır. O məktubun 3-cü fəsli var. O fəsildə deməli, birinci cümlədən 1, 2, 3, 4, 5. Bu 5 dənə cümləni oxuyursunuz. Qabağını yazmışsınız. 1, 2, 3, 4, 5 yazılır. Bu 5 dənə cümləni oxuyursunuz. Orada nə alırıq biz? Mən sizə oxuyum. Yəni, Pavlos deyir ki, mən Paul, yəni Pavlos. Siz başqa millətlərdə olanlar uğrunda Məsih İsa'nın məhbusuyam. Eşitdiyiniz kimi Allahın sizin üçün mənə verdiyi lütfü sizə çatdırmaq vəzifəsini daşıyıram. Yaxşı edirsən. Yuxarıda qısaca yazdığım kimi Allah sirri mənə vəhiy vasitəsilə bildirdi. Allah sirri. Allahın sirri. Bunlar nə dedi? Allah sirrini imama verir. Pavlos nə deyir? Sirri mənə bilir. Görün Pavlos cümlənin sonrasında nə deyir? Yazdıqlarımı oxuyanda Məsihin bu sirri necə dərk etdiyimi anlaya bilərsiniz. Bu sir, baxın bu sir, əvvəlki nəsillərin dövründə bəşər övladına açıq bildirilməmişdi. Bu sirri Allah heç kimə bildirməmişdi, qabaqcana açıq bildirməmişdi. İndi artıq Pavlosa bildirdi. Burada da imama bildirdi. İndi isə Məsihin müqəddəs həvarlarına və peyğəmbərlərinə ruh vasitəsilə açılmışdır. Sir. Ona görə xristiyanlarda peyğəmbər Pavlosdur. Pavlos onlar üçün peyğəmbər, elçi deyirlər, rəsul. Əslində xristiyanların dediyim kimi tanrısı İsa'dır. Onların peyğəmbəri Pavlosdur. Sirri onu açıb. Baxın, şiələrdə sir imamlar açıb. Onların dini imamlardır. Yəni dini Qur'an deyil, Allah deyil, imamlardır. Onların adına uydurulmuş nağıllardır. Bu sir nədir bilirsiniz siz? Allah sirri yalnız bunlar açıb. Bu sir hələ davam edir. İmamlar, indiki sonra vəlilər, övliyalar, baxın, Bəyazlı Bistami, Said Nursi, Cəlləti Rumi, nə bilim, Mənsuri, Muhyiddin İbn Arabi, Geylani, nə bilim, Mahmud Usta Osmanoğlu, Cübbəli, Niyyət Hatiboğlu, bunlar niyə beləcinə eləyirlər? Bu insanlara tapınılır. Bilirsiniz niyə? Çünki bunlara görə, bu sir qavramına görədir. Çünki bunlarda bir etiqad var. Bu etiqad budur, qardaş.
Gözəl insan, bax dinləyin bu etiqad. Bunların gizli bir elmi var. Lədun elmi deyirlər. Elmi lədun. Lədun elmi. Bu lədun elmi nədir? Bu lədun elmini peyğəmbərlər bilmirdi. Heç bir peyğəmbər lədun elmini bilmirdi. Lədun elmini yalnız vəlilər bilir. Şiələrin vəliləri başqadır, sünnilərin vəliləri başqadır. Hərəsinin vəlisi başqadır. Bu lədun elmini nəbilər bilmirdi. Yalnız vəlilər bilir. Allah öz vəlilərini bu sirri deyir. Pavlus Allahın, xristianlar Allahın vəlisidir. İsa bilmirdi. Amma kim bilirdi? Pavlus bildi. Bu sir sahəsində nəbilər bilmədiyi üçün, vəlilər bildiyi üçün həm sünnidə, həm şiədə etiqad budur. Vəlayət nübüvvətdən üstündür. Yəni şiələrdə imamlar peyğəmbərlərdən üstündür. Sünnilərdə öz vəliləri, Geylani, Meylani, Zat, Cübbəli, Mübbəli, Cəlaləddin Rumi, nə bilim, Muhittin İbn Arabi zat bunlar vəli olduğu üçün, Allah bunlara sirlərini açdığı üçün, gizli elmlər bildiyi üçün bunlar üstündürlər. Ona görə Said Nursi'dir, kitab mənə vəhiy gəlib, Allah tərəfindən vəhiy idi. Cəlaləddin Rumi Məsnəvisində ki, mənə vəhiy idi. Muhittin İbn Arabi Fusus-ül Hikəm üçün deyir, mənə peyğəmbəri yuxuda gördüm, mənə verdi. Bəyazlı Bistami nə deyir? Mənim cübbəmin altında Allahdan başqa bir şey yoxdur. Siz bir dənə Bəyazlı Bistamin həyatını oxuyun. Məsələn, ki, tövsiyə edim kitab Saadəddin Verdin İslamın Pavlusları. O kitabı oxuyun, orada onun həyatını yazıb. Görün, bu insan sonra hara yoxa çıxdı? İtdi səhralıqda. Səhralıqda itir. Çünki niyə? Başı xarab olur buna. Bu deyir ki, Allah, mən səni tapmaq üçün hara gəlim? Allah ki, dünyanı at gəldi alımca. Buraya görə səhralıqımı Allahı tapmaq istəyirəm səhralıqda. Sonra orada başı xarab olur, itir qalır oralarda. Niyə? Çünki bu beləsinə mistik inanclar sahəsində. Ləduniyə, bu vəlilər də Allahı tapmaq istəyirlər. Bu tasavvuf budur. Tasavvuf insanları uçuruma aparır. Uçuruma. Rahiblik var, rahiblik, xristianlar rahiblik. Onlar niyə evlənmirlər? Çünki tasavvuf etiqadı budur ki, evlənsən Allahla əlaqən qırılır. Allahla əlaqən kəsir. Çünki arvad, belə deyim bunlar, arvad sənin Allahla əlaqəni kəsir. Başın qarışır. Arvada ona görə onlar, xristianlar neynədilər? İsa'nın evlənməyib deyirlər. Amma fakt əslində İsa evlənib. İsa'nın ailəsi uşağı vardı. Fakt var idi. Amma onlar qəbul eləmirlər bunu. Çünki eləsələr İsa'nın tanrılığı yoxa çıxacaq. Ona görə rahiblər indi evlənmirlər. Baxın şeydə nə deyirdi? Feto. Feto niyə evlənməmişdi? Çünki o təsavvufçular eləncəsində də onlar evlənmirlər ki, evlənsin şeylə, Allahla əlaqəm kəsiləcək. Ona görə onlar evlənmiş. Xristianlardan götürmüşdü etiqadı. Ona görə təriqətlərdə qadına ikinci dərəcəli varlıq kimi, ağıldan kəmi kimi baxırlar ki, olmaz. Yəni, tasavvuf belə bir bəladır. Tasavvuf belə bir uçurumdur. Bunlar hamısı mistik inanclardan, pagan, gnostik inanclardan, Yunanlardan götürmüş etiqadlardır. İnşallah bu etiqadların hamısı mən sizə yavaş-yavaş açıqlayacağım. Sadəcə indi yavaş-yavaş toxunam ki, xəbəriniz olsun ki, insanları necə Allahdan, Allahın dinindən, Allahın kitabına döndürə bilər. Hamısı xristianlardan, Pavlus, baxın, nə olar? Bir dənə Hədid surəsinin 16-cı ayəsini indi açın, oxuyun. Hədid surəsinin 16-cı ayəsini açın, oxuyun. Görək ayədə nə deyir. Mən istəyirəm bundan öncə sizə bir şey göstəreyim. Telefon əlimə alan kimi mesajlar gəlir elə. Deməli, baxın. Aslında şahsım adına endişe duymadım ben. Çünkü dünyaya beni bağlayacak hiçbir şeyim yok. Bunlar desem biraz iddia gibi olur. Bir dikili taşım olmadı. Evladı yalim olmadı. Çoluğum çocuğum olmadı. İleriye matuf bir hesabım da olmadı. Bunları ben mensup olduğum, gönlümü verdiğim, gayeyi hayal yaptığım davama, düşünceme hep aykırı saydım. Burada utanarak bir şey arz edeceğim size. Askerliğim esnasında bana annem, babam, amcamı araya koyarak ve bütün büyüklerim orada başımda bana hayatını değiştirme dediler. Çok cazip bir teklif sunduklarında arkasında yürüdüğüm amcama ben sizin dininizden de şüphe ediyorum dedim. Din böyle künde künde üstüne giderken ben boynumu ona kaptırmışım. Bir de ayağıma böyle bir pranga vurursanız sırtım yere gelir benim dedim. Ben öyle şeyleri hiç düşünmüyorum. Hiç düşünmüyorum dedim. Çok
çok sevdiğim Yaşar Hoca İzmir'e geldiğim zaman da boynuma sarıldı Kestane Pazarı'nın avlusunda. Ya hoca dedi, falan dedi. Hocam dedim, hiçbir zaman aklımdan geçirmedim ben öyle bir şeyi. Ben sadece kendimi bu işe vakfettim. Başka şey düşünmeyi kendimi haram sayıyorum. Objektif değil, herkes için değil. Ben zayıf bir insanım. İki şeyi birden taşıyamam diye. Tek şeyi omuzumda taşıyayım diye. Boynuma sarıldı, sen de beni dinlemezsen kim dinler dedi. Ağladı, böyle mahzun bıraktım onu. Dünya adına hiçbir sevdam olmadı. Hiçbir şeye bağlanmadım. Hayatımı çok cazip şeyler ayağımın ucuna kadar geldiği halde bu da benim için olsun falan demedim, düşünmedim. Tek şey Nam-ı Celil-i Muhammed'i dört bir yanda şehpalaşsın istedim ben. Ama o mevzuda denecekleri doğru diyemedim. Söylenecekleri söyleyeyim. Nefsimi karıştırdım. Sesimi ayarlayamadım. Görürsünüz bu Firon, şarlatan insanlara necə anladığı. Bu ve bunun ağası Said Nursi. Bunlar əslində Hristiyan misyonerlərdir. İkisi də Hristiyan misyonerlərdir. Ona görə evlənməyiblər. Çünki tasavvuf budur da. Arvad ayağa dolaşır. Olmaz arvad, evlənmək olmaz, uşaq olmaz, ailə olmaz. Beləncə uçuruma aparırlar insanları. Niyə? Bunlarda bir şey var da, nəsvi təskiyə, nəfsi təmizləmək. O təmizliyə artıq Allahlıq dərəcəsinə çatırsan. Ona görə şeylər, məsələn, Cəlaləddin Rumidən tutmuş, bəzi İslami niyə deyirdi ki, Allah mənim içimdədir. Niyə deyirdi onu? Çünki o deyir, onlar etiqadı budur ki, nəfsi təskiyə, nəfsin təmizliyə, artıq yüksəlirsən, dərəcələr yüksəlirsən, artıq Allah səni çevirir. Baxın, imamət də belə, imamət etiqadına beləncədə, onlar nəsvi təskiyə, artıq onlar özündən bir şey danışmır. Onların hər sözü artıq Allahın sözü olur. Baxın, budur. Artıq imamın sözü, niyə imamın sözü Allahın sözüdür? Çünki o nəfsini təskiyə eləyir, artıq Allah girib onun içinə. Onun üçün, inşallah bu mövzuda gələcəm. Pavlus İncildə deyir ki, Allahın tam bütövlüyü, bədəncə Məsihdə yaşayır, hulul. Bədəncə Məsihdə yaşayır, bədəncə imamda yaşayır. Necə imamda yaşayır? İmamın hər sözü Allahın sözüdür. İmamın hər sözü Allahın sözüdür. Baxın, bu qulaq asır bu şarlatana. Görürsünüz, insanlar ağlayır. O insanların düşünməməsi üçün ağlamağa, özünü ağlayır. Quran deyir, sağdan yanaşan şeytan. Baxın, sağdan yanaşan şeytan da var. İnsanları ağlaya Allah'dan, insanları sümürür. Baxın, belə sümürür. İndi siz gedib Nursular deyə bilərsiniz, Said Nursi, Fəthullah Gülər. Cüzi bir xəta edib. Ola bilməz, ağamız xəta edib, məsum görürlər. Bir insana sən məsumiyyətlik verdinsə, sənin işin bitdi, qardaş. Sənin işin bitdi. Artıq sən düzəlməyəcəksən. Heç bir insana məsumiyyətlik vermir. Məsumiyyət deyə bir şey yoxdur. Kainatda, bəşərdə, kainatda mükəmməl olan yalnız Allahdır. Allahdan başqa bütün yaradılış, bütün varlıqlar nöqsanlıdır. Nöqsansız varlıq yoxdur. İllə Allah. Mükəmməl olan yalnız Allahdır. Allahdan sonra hər kəs nöqsanlıdır. Peyğəmbərlərə tutmuş imamlara kimi bütün insanlar mükəmməl olan yalnız Allahdır. Amma bunlar insana mükəmməliyi, burada məsumiyyət, buradakı vaxt görürsünüz, insanları necə anladır? Çünki inanırlar onun sözünə. Məsumiyyət deyə. Tasavvuf budur. Bax, Allah sir öyrədib kimə? İmama. Lədun elmi sayəsində imam hamıdan üstündür. Neysəsə artıq Allah narahat. İmam bunu hardan bilir ki? İmam lədun elmini bilir də. Vəlidir də, lədun elmi bilir. Allah da ona vəhiy gəlir. Ona görə nədir hədisdə? İmam bir şey bilmək istəyir, zaman onu öyrədilər. Niyə? Allah sirrini ondan çıxır. Lədun elmini bilir axı imam. Ona görə. Dediyim ki, bunlar hamısı mistik, bütpərəst, pagan, gnostik dinlərdən gəlmə şeylər. Bunlar hamısı Pavlus. Bir dənə siz Pavlusun həyatını, ona görə Pavlusun qəhrəmanım deyirəm. Siz bir dənə İncildən Pavlus oxuyasınız, Pavlusun həyatını ümumiyyətlə araşdırırsınız, oxusunuz, görəcəksiniz ki, qardaş, bu insan bütpərəst olub. Bu insan pagan olub. Bu insan mistik dinlərdəki inancları
Zərdüştlərdəki inancları insanlara yeritmək üçün ayələri təhrif eləyirdi. Tövratın ayələrini təhrif edirdi. İncilin ayələrini hökmdən salır bu insan. İncilin ayələrini hökmdən salır. O deyir, halal haramlara fikir verməyin. Bunlar boş şeylərdir. Boş şeylərdir. Dünyanı atın, gedin Allaha tərəf. Niyə təriqətlər bu gündədir? Niyə insanlar üçün bir iş görmürlər? Çünki niyə? Bunlar indi öz aləmlərində nəfsi təskiyə ilə məşğullar. Öz aləmlərində namaz, oruc, bütün günü baş yerdə qalxmır, namaz qıl, vacib namaz keçdir, sünnət namazları qıl, əlavə namazları qıl, səfər namazı qıl, nə bilim, qəza namazı qılır. Niyə? Nəfsi təskiyə edirəm. Bəs, qardaş, insanlar üçün nə iş görsən sən? Heç nə. Mən özümə baxıram. Mən birinci özümü təmizləyim. Sən özün təmizləyən sən ömrün tükənir. Ona görə bu ümmət cəhalətdə qalır. Amma Allah üçün qulluq budur. Mən sizə deyim, Allah üçün qulluq o deyil. Namaz, oruc, zat. Bu Allah üçün qulluq deyil. Bunu bir məna olaraq bilin. Namaz qılmaq Allah üçün qulluq deyil. Quranda ümumiyyətlə ibadət deyə bir şey keçmir. Quranda abd keçir. Abudu, na'budu. Allaha qulluq etmək. İbadət deyə bir şey keçmir Quranda. Allaha qulluq etmək. Allaha qulluq etmək budur. Budur qaydası. Sənin insanlara etdiyin xidmət Allaha qulluqdur. Allaha qulluq etmək istəyirsənsə, Allaha qulluq, bəndəlik etmək istəyirsənsə, nə edəcəksən? İnsanlara xidmət edəcəksən. İncildə mükəmməl belə bir, gözəl bir söz var. Orada İsa Peyğəmbər dilində deyir ki, sizdən üstün olmaq istəyən insanlara xidmət etsin. Kim üstün olmaq istəyirsə, insanlara xidmət etsin. Ona görə kim Allaha qulluq etmək istəyirsə, mən yenə deyirəm, Quranda ibadət deyə bir şey keçmir. O yanlış tərcümə etdiniz, Zariyət 56, insanlara və cinlərə mənə ibadət keçmir orada, əbd keçir, qulluq üçün, qulluq. Allaha qulluq da insanlara xidmətdən keçir. Allaha qulluq etmək istəyirsənsə, insanlara xidmət edəcəksən. Ona Quran davamı nə deyir? İnnellezine amenu və əmlü salihə, salih, islah deməkdir. İslah, düzəlir, sülh də burada gəlir. Sülh nə deməkdir? İki insan arasını düzəltmək. İslah, salih əməl, yer üzündə düzəldici işlər görməkdir. Düzəldici işlər görməkdir. Xeyrxah gördüyün yaxşı işlər üçün Quran həsəndir, həsən. Muhsinin. İnnallaha yuhubbil muhsinin. Həqiqət Allah mühsinləri, muhsinlər, yaxşı iş görənlər sevir. Buna Quran muhsin, həsən deyir. Bir də var ki, salih, islah, yer üzündə gördüyün düzəldici işlər. Quran davamlı olaraq düzəldici işlər görür. Bunlar isə onu yozurlar başqa yerlərə. Ona görə bu ümmət gündən günə geriyə gedir. Çünki bu ümmət insanlar üçün işlər görmür. İnsanlar uçurma aparırlar. Lədun elmi, bu elmi, mistik inanclar tapındırırlar ona, tapındırırlar bura. Bu ümmət gündən günə geriyə gedir. Ona görə nə edirsiniz əzizlərim? Hədid surəsi 16-cı ayəsini həyatınıza tətbiq edirsiniz. Həyatınıza, beyninizə, yaşamınıza, ürəyinizə, qəlbinizə, ruhunuza həkk edirsiniz o ayəni. Ayədə belə deyir Allah. İnananların qəlbləri Allahın mesajı və haqdan nazil olanla yumuşalmasının vaxtı gəlib çatmadı mı? Bax, ayədə, mən həmişə deyirəm, yenə deyirəm, deyəcəm də. Ayədə Allah inananlardan danışır. Sizin dininizdə də kafirlərdən, müşriklərdən danışmır. Deyir, inananların qəbli Allahın mesajı ilə yumuşalmasının vaxtı gəlib çatmadı mı? Demək ki, inananların qəlbi Allahın mesajına qədər sərtləşir. Onlar özlərindən əvvəlkilər kimi olmasınlar. Pavlus kimi olmasınlar. Xaxamlar kimi olmasınlar. Onlar uydurduğu nağılı kopyalamasınlar. Onlar üzərinə bir zaman keçən kimi qəlbləri sərtləşmiş və onlar çoxsu yoldan çıxmışdır. Onlar Allahın mesajına qarşı qəlbi sərtləşir və yoldan çıxma. Allah deyir ki, Pavluslar kimi olmayın, xaxamlar kimi olmayın. Onlar insanları Allahın kitabından döndərmək üçün min cür hoqqadan çıxdılar. Görürsün, Pavlus nələr eləyir. Bizimkilər də onu kopyaladılar. Allah deyir, belə eləmir. Neyse, uzatmayayım. Mən danışacağım, uzatmayayım. Allah əmanət olun, çalışın, Quran oxuyun. Quran oxusa, siz bu cür nağıllarını anlata bilməzlər. Quran oxuyun, İncili oxuyun, Tövratı oxuyun, Zəburu oxuyun, Avestan oxuyun, hamısını oxuyun. Baxın, siz orada 100 cild, 1 milyon cild o kitaba üçün ömrünüz yetmir o kitabları oxuyub qutarana kimi ki, Qurana başa düşməksə onları oxumaq lazımdır. Ömrünüz yetmir. Ölür kişi, ölür. Artıq 70-80 yaşı var. Deyir, mən hələm Qurana başa düşməmişəm. Ay qardaş, başa düşmədiysən də 1 milyon cild kitab oxuduq, gəlib onun axırına çıxa bilmədin sən
bir dənə ayə başa düşməyib. Ona görə başa düşmədikləri üçün gedib Quranı ölülərə oxuyurlar. Ölülərə oxuyurlar. Niyə? Çünki başa düşmürlər axı. Niyə başa düşmür? O cilt yazılan kitablar imkan vermir Quranı başa düşəsin. Amma siz Quranı Tövrat nədir ki? Tövrat balaca bir dənə bu boyda kitabdır da. 1000 neçə səhifə bir kitabdır. 1400-1500 səhifə bir kitabdır. Çünki Zabur zaten bir yerdə Tövratın kitabları genişdir. Orada tarix hadisələr də var. İncil 27-28 dənə kitabdır. Bu boyda bir kitabdır. Burada nə var ki? Bu ikidən bir ay, 2 ay vaxtınızı ayırırsınız. Onu oxudunuz, daha 50 ilə onu oxursunuz. Sonra Quranı görürsünüz ki, oradan hamısı oradan kopyalanmış ki bizim hədislər. Artıq onları tərk edirsiniz. Mənə Pavlusun nağılları lazım deyil deyirsiniz. Ona görə o Pavlusun nağıllarını kopyalanmış hədisləri hamısını tərk edirsiniz. Xaxamlara uydurduğu nağıllara uymuş hədisləri hamısını tərk edirsiniz. Sizə qalır Quran, Allahın kitabı. Əssalam. O qədər kitaba siz ona görə siz hələm Hədid 16-nı başa düşməmiş. Sizə o nağılları oxuyandan sonra artıq Hədid 16-nı artıq sizə göstərsəz də yox, oradan danışmır ki orada. Orada başqa şeydən danışır. İndi gəl sənin nağıllarını Pavlusun məktublarını müqayisə edək. Görək neçə faiz oradan götürülüb. 100% oradan götürülüb. 100%. Gəl sənin nağıllarını Tövratla müqayisə edək. Xaxamların yazdıqlarını müqayisə edək. Görsən ki, hamısı oradan götürülüb. Onda Hədid 16 ayısı qaldı havada. Nə oldu bu ayənin mənası? Heç bir şey. Oxuyun, araşdırın, incələyin, Allaha əmanət olun, özünüzlə müqayət olun, sülh içində qalın, sülh içində yaşayın. Quran oxuyun, həyatınızı tətbiq edin. Quran üzrə çoxlu-çoxlu təfəkkür edin ki, sizi aldatmasınlar. Quran oxuyun. Quran oxusanız vallah sizi allada bilməyəcəklər. Quran oxumayanları alladırlar.